Bismillahirrahmanirrahim. Elhamdülillahi hamden ketiren tayyiben mübareken fi kema yuhibbu Rabbuna ve yerda. Allahümme salli ala Muhammedin ve ala ali Muhammedin kema salleyte ala İbrahim ve ala ali İbrahim inneke hamidun mecid. Ve barik ala Muhammedin ve ala ali Muhammedin kema barakte ala İbrahim inneke hamidun mecid. Yine de Usulü Sünne Muhammed İbni Ebi Zemen'in kitabındayıq. Bugünkü fəsil 27. fəsil, 28. fəsildir burada. Babun fil istiğfari li əhlil qibleti və salat ala mən mətə minhum. Qiblə əhli üçün, onlardan qiblə əhli olub, onlardan ölən üçün istiğfar və onlar üçün namaz qılmaq barəsində. Qiblə əhlindəndir. O kimsələr biz namaz qılırıq, cənazə namazı və həmçində onların ölən, qiblə əhlindən ölənlər üçün biz Allah-Taala'dan bağışlanma dilək onlar üçün. Bu da həmçinin Əhl-i Sünnə və Cəmaənin etiqadi məsələlərdən sayılır. Qala Muhammed İbni Əbi Zəmənin və əhl-i sünnəti la yəhcubunəl istiğfara an əhəd min əhl-i qiblə. Musannif rahimehullah deyir ki, Əhl-i Sünnə və Cəmaə qiblə əhli üçün istiğfarı heç bir zaman onlardan gizlətmirlər. Daima onlar üçün nə edirlər? Qiblə əhlidir, onlar üçün istiğfar edirlər. وَلَا يَرَوْنَ أَنْ يُتْرَكَ الصَّلَاةِ عَلَى مَنْ مَاتَ مِنْهُمْ. Və onlardan kim ölmüşdürsə, onlara daima, yəni onlar üçün cənazə namazını heç bir zaman tərk etmirlər. وَاِنْ كَانَ مِنْ أَهْلِ الْإِسْرَافِ عَلَى نَفْسِ. Və bu kimsə özünə israf edən, günahlarla oyalanan, günah edən kimsə olmasına baxmayaraqdan o kimsələr üçün həm istiğfar edirlər, həm onun cənazə namazını qılmağı tərk eləmirlər. Bu da Əhl-i Sünnə və Cəmaənin etiqadındandır. Allah Subhanahu ve Taala Peygamber sallallahu aleyhi ve sellem barəsində deyir ki: "Vestagfir li zenbike ve lil mu'minine vel mu'minat." Ey Muhammed, sən özün üçün və həmçinin möminlərin günahlarını həm mömin kişilər və həm mömin qadınların günahlarının bağışlanması üçün Allah Taala istiğfar elə. Allahım, mənası, yəni ey Allahım, mənim günahlarımı və mömin kişi və mömin qadınların günahlarını bağışla. Bu Əhl-i Sünnə və Cəmaənin üzərində durduğu, etiqad etdiyi məsələlərdəndir. Və həmçinin Allah Teala buyurur: "Və salli aleyhim və salli aleyhim inne salateke sekenun lahum." Onlar üçün dua elə. Sənin onlar üçün dua etməyin onlar üçün bir sükunətdir, bir rahatlıqdır deyə Allah Teala buyurdu. Belə bir rivayət var ki, hədis gəlir. Allah Resulü sallallahu aleyhi ve sellem buyurmuştur ki: "Men da'a lil mu'minine vel mu'minat raddallahu aleyhi misle ma da'a bihi." Kim mömin kişi və mömin qadınlar üçün dua edərsə, Allah Teala onun mömin kişi və qadınlar üçün etdiyi duanın eynisini özünə qaytarar. Mimma amada və mimma baqiya. Başqa bir ləfsə var bu hədis. Amma bu hədis burada mursəl olaraqdan keçir. Bu ləfs mürsəl olaraqdan, çünki burada hədisi rivayət edən Həsən el-Basridir. Mürsəl də dedik kimi şeydən hədisdə zəif yollardan sayılır. Çünki burada Həsən el-Basri tabiindir. Özü ilə sahabə, peyğəmbər arasında bir vasitə olmalıydı. O da sahabədir. Onu silir, belə rivayət edir. Buna deyilən mursəl. Mursəl də zəif rivayətlərdən sayılır. Başqa bir ləfsə var. Bu hədisi Həsən el-Basri rivayət edir. Amma başqa bir hədisi var ki, o da Ənes bin Məlikdən gəlir ki, Allah Resulü sallallahu aleyhi ve sellem demiştir: "Mə minə abdin yəd'u lil mu'mini vel mu'minat." Mömin kişi və mömin qadınlar üçün dua edən bir kimsə illa raddallahu aleyhi kullu mu'min və mu'minatin mada əv huve kainun ilə yevmil qiyameti misle ma da'a ileyhi. Kim mömin kişilər və mömin qadınlar üçün dua edərsə, Allah Teala o dua etdiyi hər bir mömin kişi və mömin qadınlar üçün, yəni ta qiyamət günə qədər olacaq hər bir şey Allah Teala'nın o mislində, etdiyi dualar mislində ona geri qaytarar. Başqa bir hədis, səhih hədisdə var ki, bu da həmçinin, bu da zəif hədislərdən sayılır. Başqa bir səhih hədis var ki, bu mənada olan. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem demişdir ki, kim bir müsəlman qardaş üçün onun olmadığı zaman dua edərsə, onun üzərində duran bir mələk, Allahım ona da eynisiyle olsun deyərək onun üçün bağışlanma diləyər. Bu səhih hədisdir. Sonra deyir ki, Musannif rahimehullah deyir ki: "Və əxbərəni Vahb an İbn Vaddah an Zuheyr
İbn Abbad qala. Bunu kim deyir? Zuheyr ibn Abbad ki qala kana kullu men adraktu minel meşayih. Bunu Zuheyr ibn Abbad deyir ki gördüğüm bütün şeyhler, gördüğüm bütün meşayihler, bütün şeyhler, karşılaştığım bütün şeyhler bunu deyirler ki yaravna enne la yutraku salatu ala ahad min ehlil kıble. Kıble ehlinden olan bir kimseye hiçbir zaman onun namazı, onun arkasında, yani onun cenaze namazı kılması hiçbir zaman terk olunmaz idi. Ve in amile ayyi amel, hansı amel etmesine bakmayaraq da. Aydındır. Başka bir rivayette Abdülmelik rahimehullah der ki ennehu qala es-sünneten yusalla kullu men vahhadallah. Allah'ı təkləşdirən hər bir kimsə üçün cənazə namazı qılmaq sünnədir. Və in kana musrifan ala nefsihi bizzəm və in kana kebair. Yəni nə qədər öz nəfsinə zülm etsə belə, yəni günahlarda oyalansa belə, günah əhli olsa belə, hətta onun günahı böyük günahlar olsa belə. Və in kana mustamsikan bit-tevhid, əgər o tevhid üzərədirsə, muqina bima jaa min indillahi, və Allah subhanahu və taala tərəfindən gələn hər bir şey təsdiqləyirsə, fa innahu yusalli alayhi, o kimsə üçün cənazə namazı qılınar. Və ismir ala nefsihi, və onun qazandığı günahlar istər böyük olsun ki özü üçündür. Özü ilə Rəbbi arasındadır. Və hisabu ala rabbihi, və hesabı da Rəbbinlə özü arasındadır. Və huve indena mu'minun bi zənbihi, o bizim yanımızda günahı ilə mömin sayılır. İnşaallahu azəbə və inşaallah qafara. Allah istəsə, yəni onun bağışlanması Allahın məşiyyəti, iradəsi, istəyi altındadır. Allah istəsə onu bağışlayar və istəməsə bağışlamaz. İstəsə bağışlar, istəməsə əzab verir. Və la nuxricuhu biz-zunubi minəl-islam. Yəni günahına görə biz onu İslam dairəsindən çıxartmırıq. Aydındır. Və la yucabu lahu bihan-nar. Yəni bu günahına görə nə biz onu cəhənnəm əhlindən olduğuna görə cəhənnəm əhlidir olaraqdan demirik. Hətta yekunullahu allazi yahkum fihi bi'ilmihi. Hətta o zamana kimi ki Allah Teala öz elmi ilə o ya cənnət ya cəhənnəmin hökmünü verənə qədər. Və yusayyiruhu ila haythu yasha, haythu sha'a. Və o zamana kimi də Allah Teala onun istədiyi yerə, yəni çünki Allah Teala'nın istədiyi yerə, yəni onun ya cənnəti ya da cəhənnəmdə öz istədiyi yerə göndərənə kimi biz kiminsə barəsində ya bu filan kəs cəhənnəmdir, cəhənnəm əhlidir günahlarına görə, yəni günahları görür ki filan kəs bunların günahları edir, ya zahirdə ya batində, yəni ki eşdirik, filan kəs cəhənnəm əhlidir. Belə demirik. Hətta ki onun barəsində Allah Teala hökm verənə qədər. Çünki adi belə böyük günahlar hamısı Allah Teala'nın iradəsi istəyi altındadır. İstəsə bağışlar, istəsə bağışlamaz. Çünki kulluna ibadun leh. Çünki biz hamımız Allah Teala'nın quluyuq. Sən yaratmamısan ki onu cəhənnəm və cənnətinə qoyasan. Allah Teala yaradıb istədiyini edir. Yef'alu ma yasha. Fa'alu lima yurid. Allah Teala'nın sifətlərinə ki Allah Teala istədiyini edər. İstədiyi qullar istədiyini edər. Allah Teala'nın bir kimsəyi cənnətinə qoyması Allahın ədalətindəndir və bir kimsəni də cəhənnəmə qoyması Allah Teala'nın ədalətindəndir. Ortada qaranlıq qalan bizə bizim bilmədiklərimiz var. O da Allah Teala'nın istədiyidir. Çünki biz əgər Allah Teala bir kimsəni cəhənnəmə qoyursa, əzab verirsə və biz də bununla yanaşı bilsək ki Allah Teala heç bir kimsə zülm edən deyil. Çünki Allah Teala biz ədalət sifəti verdik. Ədalət sifəti verdikdən sonra İnsan həm aqlən salamat ağlı bir kimsə heç bir zaman təsəvvür edə bilməz ki Allah Teala bir kimsə əbəs yerə əzab verir. Aydındır. Sən bir tərəfdən bir kimsəni həqiqi ədalət sahibi, həqiqi hökmlərində zülm etmən kimsə olaraqdan vəsf edirsən məsələn Allah üçün və sonra ki filan kəsə əzab verir. Yəni Allah Teala'nın ədalətindən şübhə ola bilməz. Aydındır. Min cənnətin əv nar. Yəni Allah Teala onun göndərməsi isə cəhənnəm olsun, isə cənnətin. Bu Allah Teala'nın əlindədir. İllə ennə narcu lil muhsinin və naqşə alə musii əl-mudib. Lakin bizlər mühsinlər üçün, yaxşı əməl sahiblər üçün ümid edirik ki, onun yeri cənnətdir və günah sahiblər üçün də qorxuruq ki, onun yeri pisdir. Və bihədə nədinullah və bihi nusi bimə mən iqtədə binə. Və bu saydıqlarımızı bununla biz Allah'a dinini bununla tənzimləyirik. Yəni bu çərçivədən qırağa çıxmırıq və bunu həm bizə tabi olanlara nəsihət edir ki, bunu etsinlər. Və axəzə bihədinə
ve bizim de bu yolumuzu götürsünler. Ve huvalil aleyhi ehl-i sünne ve cumhur ehl-i ümme ve cumhuru hadihil ümme. Ve bu ehl-i sünne ve cemanın üzerinde durduğu esaslardandır ve hemçinin de bu ümmetin cumhurun rəyi ilə budur. Bundan sonra qala Abdülmelik ve ma'na hadisi Abdullah ibn Umar. Burada Abdülmelik rahimehullah burada İbn Ömer'in hadisini şerh edir. İbn Ömer'in hadisi budur ki: "İza laqitum şerbete hamrin." Eğer bir içki içen kimseyle rastlaşsanız, onu görsəz, "Fela tusallimu aleyhim." Onlara salam vermeyin. Ha? "Ve in maridu fela ta'uduhum ve in matu fela teşheduhum." Eğer onlardan bir kimse ona salam vermeyin, onlar xəstələndikdə onları ziyaret etmeyin. Onlardan bir kimse öldüsə, onun cənazə namazı və onun cənazəsində iştirak etmeyin. Bunu hədisi şərh edir Abdülmelik. Mənası odur ki, "Nəxuzu bidəlikər-rucu fi xassati nəfsihi." Yəni bunu bir kimsə özü özlüyündə götürür bunu. Aydındır, özünə xaslaşdırır bu əməli. Aydındır, ümumi olaraqdan yox. Və la ya'ni enne salatu turaku aleyhim aslan. Yəni bütünlüklə əslində o kimsəyə namaz tərk olunmur. Yəni o özündə mən məsəl üçün görsəm ki, kimsə içki içir, bu mənim xassatan mənim nəfsimdə, mənə ona qarşı da ümumi olaraqdan deyilmi burada Ömərin hədisi? Başa düşüldü? Yəni bu İbn Ömərin saydığı bu şeylər içki içənlə rastlaşsa ona salam vermir, xəstələnsə onu təqib etmir və yaxud da ki ölsə, dünyasını dəyişsə, cənazəsini, yəni bunu insan özündə götürür. Ümumi olaraqdan götürülmür ki, hətta deyilsin ki, içki içən görüldükdə salam verilməz, xəstə onu da ziyarət edilməz, onlardan bir kimsə dünyasını dəyişsə, cənazə namazı qılınmaz. Yəni burada məqsəd odur ki, bunu bir kimsə özündə bunu formalaşdıra bilər. Nə danışmır, nə də ki bunu dəvət etmir. Bu ümumi bir şey deyil. Əksinə olaraqdan onun arxasında namaz qılınar. Ona da dəlil olaraqdan indi vurğuluyulur. Yəni innəmə yef'alu zəlikə ma'a hadar-racul min babil zəcri və vəda'u fəhasb. Ola bilsin ki, bir kimsənin ona qarşı belə bir hal baş verib, onun namazını qılmır, ona salam vermir və bu kimsədən ona qarşı bir tənbih, onu deyək ki, ola bilsin ki, sənin ona qarşı onu etməyin kimlərin isə hidayətinə və ya da kimlərin isə bu əməllərdən uzaq olmasına tənbih olaraqdan edir həmin ki bu kimsə. Başa düşüldü? Və qad rava Əbu Hafs Ömər bin Şahin fi nasikhil hadisi və mansub. Bunu burada zikr etmişdir. Min tariqi Zeyd ibn Harun an Məs'udiyyə anil Qasim enne raculan qatələ nəfsə. El-Məs'udi bunu gələcək kimdir deyib. Bu da Qasimdən rəvayət edir ki, bir kimsə özünü öldürür, özünü qətl yetirir. Fəsu ilə İbn Məs'ud, İbn Məs'uddan soruşulur ki, yusalli aleyh, o özünü öldürən kimsənin onun cənazə namazı qılınarmı? Qalə bəli, qalə nəam, dedi ki, əlbəttə, qılınar. Ləv aqalə ləm yəqtul nəfsi, əgər o ağıllı olsaydı özünü öldürməz idi. Qalə Süfyan el-Thawri, başqa soruşulur, Süfyan el-Thawridən soruşulur. Və la tutrakü salat alə mən alə əhədi min əhlil qiblə. Qiblə əhlindən olan bir kimsənin heç bir zaman ona cənazə namazı tərk olunmur. Hesabum alə rabbihim li'anna salati sünnətun. Cənazə namazı sünnədir və onun hesabı Allah Taala'dır. Və qala Malik ibn Anas. Malik ibn Anas məşhur Malik məzhəbinin banisi. Der ki yusalli alə qatil nəfsihi və yuras. Özünü öldürən kimsəyə cənazə namazı qılınır və o kimsəyə vərasətçilik olur. Həmçinin İmam Şafi rahimehullah der ki: "Və la tutraku salat ala ahadin min ehli'l qiblə, barran kan aw faciran." Hansı əməl sahibinə baxmayaraqdan, yaxşıdır pis əməl sahibinə, ona baxmayaraqdan qiblə əhlinin namazı tərk olunmaz. Və qala Əbu Hanifə: "La tutraku salat ala ahadin min ehli'l qiblə." Qiblə əhlindən olan bir kimsənin cənazə namazı tərk olunmaz. Və qala el-Əvza'i: "La tutraku salat ala ahadin min ehli'l qibləti və in amil ayyi şey." Əvza'i deyir ki, hansı əməl etdiyinə baxmayaraqdan qiblə əhlindəndirsə onun namazı tərk olunmaz. Qala Ubeydullah ibn Hasan fi men xanaqa nəfsə və kimsə özünü boğaraqdan öldürən bir kimsə barəsində soruşulur ki, deyir ki, yusalli aleyhi, onun üçün ona namaz qılınır. Qultu və Məs'udi huwa, Məs'udi kimdir onu deyir burada? Huwa Abdurrahman bin Abdullah ibn Utbə və huwa muxtalit və Sima'i Yezid ibn Harun minhu ba'd-il-ixtilat.
Yəni burada deyir ki, yəni onun barəsində deyir ki, o deyir son axır, yəni ömrünün axır vaxtlarına qədər belə qarışdırmağa başlayır. Çünki alimlərdə olurdu da o da ki, hətta ondan hədis götürüb götürməsin. Gəlsəniz, yaxın gəlsəniz. Uzaqda edəməyin qardaş. Hətta ki, alimin sabit qalması üçün, yəni ondan hədis götürməsi üçün o ta ömrünün axırına kimi ağlı başı yerində olmalıdır. Hətta bir-birini qarışdırmasın. O alimlərdə olurdu ki, belə bir ləfs var, belə bir istilah var ki, belə termin var ki, o deyir ki, ömrünün axırına yaxın qarışdırmağa başlayır. O ömrünün axırına yaxın qarışdırır. Yəni hədisi bəzən mətni qarışdırır, bəzən ravini qarışdırır, bəzən ümumiyyətlə sözləri qarışdırır. Buna deyirlər ixtilat. Axır zaman yəni ömrünün axırına yaxın qarışdırmağa başladı. Ona kimi olan rəvayətlər deyir ki, götürülür. O qarışdırmadan sonra onun rəvayətlər deyir, götürülmür. Amma ki, burada olan onun ixtilatı deyir, yəni qarışdırması, yəni məsələ bir-birinə qatması deyir, o qədər deyir, zərər verənlərdən deyil. Çünki bu barədə o, yəni, çünki bunu rəvayət etdi. Baxın, bu rəvayətlərin içində filan kəs ixtilaf qarışdırıb, lakin ki, bunu rəvayət etdiyi məsələlər hamısı Əhl-i-Sünnə və Cəmaənin özlərinə mütabiqatir sayılan, yəni cəmaət şəkilli rəvayət olan məsələlərdəndir. Burada onun ixtilaf etməsidir, müxtəlif olmasıdır, zərər verməz. Sonra Qalə suilə Səhnun an qavli Malikin fi əhlil bid'a. Səhnun İmam Malikdən onun bidət əhli, əl-ibadiyyə vəl-qədəriyyə barəsində soruşduğun, onun İmam Malikin ibadiyyə vəl-qədəriyyə barəsində deyilən sözü Səhnundan soruşurlar. Səhnun da kimdir? Huvə Səhnun bin Səid Tənuxi. Səhnun bin Səid Tənuxi. Qadi İfriqiyyə. Bu, Afrikada bir qazi idi. Və onların fəqihlərindən idi Afrikada. Yüknə bu Əbə Səid olaraqdan künyələnərdi. Rahalə və səmi min İbn-i Qasim. Bu səfərlərə çıxdı İbn-i Qasimdən eşitdi və həmçinin İbn-i Vahibdən və bundan başqalarından elm almışdır. Və huvə min fuqahə əshab-ı Malik. O Maliki məzhəbinin, yəni Malik ibn Ənəsin bu məzhəbin banilərinin, yəni İmam Malikin dostlarındandır. Onun yanında təfəqquh edənlərdəndir. Yəni onu İmam Malikin yanında uzun müddət oturan adamlardandır, elm alan adamlardır. Və rəvə anhu əksər min 30.000 məsələ. Yəni çox deyir ki, yəni 30.000-ə yaxın məsələ İmam Malikdən rəvayət etmişdir bu Səhnun. Və kânə yufarri'u alə məzhəbihi. İmam Malikin məzhəbinidir, belə açıqlayardı. Və huvələdə əzhara ilmil Malik. Və məzhəbuhu bil-Məğrib. Odur həm İmam Malikin məzhəbini Məğribdə və onun elmini də belə açıqlayan, beyana gətirən kimsələrdən idi. Tuvafiyyə fi Rəcəb sənə 40 və 200. 240-cı ildə Rəcəb ayında dünyasını dəyişmişdir. Səhnunla dedik, İmam Malikin nələrindəndir? Dostlarındandır. Onun tələbələrindəndir. İmam Səhnunla öz şeyxinin ibadiyyə və qədəriyyə barəsində dediyindən soruşdular ki, onlar İmam Malik ibadiyyə və qədəriyyə barəsində nə deyilir? Çünki onlar nə sayılırlar? Əhli bidə sayılırlar. Və cəmi əhlil əhva və həmçin bütün bidət əhli. İnnəhu la yusalli aleyhim. Onların arxasında namaz qılınmaz. Fəqət innə məqalə zəlikə tə'dibən ləhum. İmam Malik əslində nə deyib? Onların arxasında namaz qılınmaz. Bunu Səhnundan soruşurlar ki, bu şərh edir ki, yəni bu mənası nədir? O da deyir ki, İmam Malikin buradakı qəsdi, məqsədi onlara ədəb baxımından, tə'dib baxımından, hətta onlar bilsinlər ki, yəni onlar öldülər artıq, onlar getdilər. Lakin onun əməli sahibi, onun etdiyi əməlləri edən kimsələrə bir tənbih olar ki, filan kəs bu bidət əməllər edirdi. Malik İbn Ənəs kimi böyük bir alim onun arxasında namaz qılmasını tərk etdi. Bu da yerdə qalan kimsələr üçün bir ədəbləndirmədir, bir tə'dib sayılır. Ola bilsin ki, çəkinər, qorxar. Və nəhnu nəqulu bihi alə hədəl vəcih. Və buna Səhnun deyir ki, yəni İmam Malikin dediyi sözü biz də eynisilə, yəni bu məna olaraqdan deyirik. Fəəmmə izə vuqifu və leysə yucədu mən yusalli aleyhim. Əgər gəlindi, baxıldı, həmən ki o kimsənin arxasında namaz qılacaq bir kimsə yoxdursa, fəərə əllə yutraku bi qeyri salatin. Və bu kimsəni namaz qılmadan bastırılmasını deyir, biz icazəli görmürük. Burada yəni bunu açıqlayır. Əl-ibadiyyə kimdir? Əl-ibadiyyə. İbadiyyə və əshabu Abdullah ibn İbad. Ümumiyyətlə bu adlar xavaric qollarıdır. Bunlar
o həmən ki o deyək ki Məlik məzhəbinin banisi olaraqdan İmam Məlikə, Şafilər Şafiyə, amma əslində onun Şafi deyildi ki, adları vardı onların. Həm İbadi ilə Abdullah ibn İbad olaraqdan bir kimsəyə nisbət olunduğundan həmən ki onun yoluna, təriqəsinə İbadiyyə deyiblər. Xaraca fi əyyami Mirvan ibn Muhammed. Bu da Mirvan ibn Muhammedin zamanında zuhur etmiştir. Fevəccəh ileyh Abdullah ibn Muhammed ibn Atiyyə. Abdullah ibn Atiyyə ibn Muhammed ibn Atiyyə ona doğru gedir, yəni onunla qarşılaşır. Fəqatələhu bitəbələ. Təbələ deyilən bir yerdə onunla döyüşür. Mübarizə aparır, yəni onu qətl etirir. Və qilə inna Abdullah ibn Yahya el-İbadi kana rafiqan lahu fi cəmi' əhvalihi və əqvalihi. Dəlilir ki, yəni həm ki bu Abdullah ibn Yahya ibn İbad həmən ki özünü öldürdüyü kimsəyə deyir, daima bütün yerlərində ondan bərabər dost idilər. Qala inna muxalifinə min əhlil qiblə kuffarun qeyri müşrikin. O deyərdi ki, bizə müxalif olan qiblə əhli kafirlərdir, müşriklər deyirlər. Münakəhətuhum caizə. Onlarla nikahlanmaq icazəlidir. Və müvarəsətuhum halalun. Onlardan qalan mallar bizə halaldır. Hərbdə, döyüş meydanında onlardan qalan qənimətlər, mallar, silahlar hamısı da bizə halaldır. Və s. Yəni, bu sözləri dediyinə görə onlar onu tənbih edir, onu qətlə yetirir. Əl-İbad, yəni deyək ki, bidət firqələrindən sayılır. Onun da banisi Abdullah ibn İbad olur. Və həmçin Əl-Qadariyyə, qədərilər məlumdur da, onlar deyirlər ki, onlar zəng edirlər ki, bütün güc, qüvvət insanın özündədir. Və həmçin deyirlər ki, iradə, istək insanın özündəndir. Və insanlar özlərində xeyri, şəri, zərəri insan özü-özündə daşıyır. Həmçin itaət və asilik, zəlalət və hudə, doğru yol. Hamısı insanın özündəndir. İnsanlar Allah Taala tərəfindən olmadan, yəni Allah Taala tərəfindən gəlmədən bu şeylər hamısı insan ilk başlayan olaraq özüdür. Sonra Allah Taala bilir, xəbər olur. Bu qədərlərdir. Və qavluhum yudari qavlal məcusə və nasraniyyə. Yəni bunların sözü məcusilərin və nasranilərin sözünə uyğun gəlir. Onların əslidir, zindiqlardır. Həmçinin qad rava Muslimun an Yahya ibn Ya'mar qala kan awwal man qala fi'l qadar bil Basra. Əvvəl dediyimizdə qədər ibarəsində Basrada kim idi adı? Ma'med ibn Cühəni adlı bir kimsə idi. Onu ilk qədər barəsində danışan Ma'med ibn Cühəni Basrada bunu danışmışdır. Yəni ilk olaraqdan bu firqəni ortaya çıxartan elə bu kimsə olub. Bundan sonra və qilə ləh, ona deyilir ki, həmin Səhnunə deyilir ki, fəhvələ ləzinə qətələhum imam min əhlil əhvə ləmmə bənu anil cəmaə və də'u ilə mə hum aleyhi və nasabu əl-harbə fəl yusalli aleyhim. Necə ki, deyir ki, orada imam onu öldürmüşdür, onları qətl etmişdir. Necə ki, onlar cəmaatlıqdan, toplumdan ayrıldıqdan sonra və bu kimsələr üçün deyir, onlar üçün cənazə namazı qılınarmı? Qarə nə'am. Deyər, əlbəttə ki, onlar üçün cənazə namazı qılınlar. Və hum minəl muslimin. Onlar müsəlmanlardır. Və ləsə bizunubihimulləti istəvcəbu bihəl qatlə yeturakavun bi qeyri salatin. Onların öldürülməsi gərəkdirən, yəni vacib edən günahlar olmasına baxmayaraqdan onların cənazə namazı qılması tərk olunmaz. Fəqilə ləh, həmçə ona deyilir ki, fəmən qavlu min iadəti salat xafə əhlil bidə. Həmçə ona soruşdurlar ki, bidət əhlinin arxasını namaz qıldıqdan sonra onu təzdən evə getdikdə, vaxtı eyni məqamda yenidən qılmaq barəsində nə deyirsən? Yəni qaytarmaq barəsində nə deyirsən? Qalə lə tuadu fil vaqt və lə ba'də. Nə o zaman, nə də ki, sonra qaytarılmaz. Və kədəlik yəqulu əşşəb vəl-müğirə
Və qeyruhu min ashab Malik. Həmçinin bunu Əşşəb və Muğirə və İmam Malikin dostları bunu demişlər. Və qad ənzələ mən yəqul inna salata tuadu xalfa fi vaqtin və ba'da bi mənzətin nasraniyyə. Və rakaba qiyas qavli ibadiyyə. Və həmçinin bunu deyənlər olub deyir. Əlləzi yukəffirun cəmi'al muslimin bi zunubi minəl qavl. Müəyyən bir kimsələr var ki, onun müəyyən günaha görə, hər hansı bir günaha görə onlar müsəlmanları kafir sayırdılar. Yəni hər hansı bir günaha görə. Amma biz əvvəl nə dedik? Yəni insanın günah etməsi onu heç də cənazə namazının tərk olunmasına dəlalət etmir. Amma ki kimsə namaz qılmayanı və müəyyən bir günaha görə bir kimsəni cəhənnəm əhlindən edirsə, o sözsüz ki, o onun arxasında namaz qılmağı tərk edəcək. Bundan sonra Əl-Haruriyyə bilinir də bu xavaric dəstələrindən məşhur bir firqə idi ki, İsmun yutlaqalar xavaric min əhdi Ali. Əli radiyallahu zamanında xavariclərə verilən bir adı idi, Əl-Haruriyyə. O, Əl-Harura adlanan bir yer var idi. Oraya nisbətən bu ad verilib oralar. Və hum mavdi'u qurbul Kufə. Yəni Kufənin yaxınlığında olan bir məkan adı idi və onlar da orada zuhur etdiyinə görə həmin o zuhur edən kimsələrə də o məkan adı verilmişdir. Əl-Haruriyyə. Onlar nə etdilər? Orada zuhur etdilər. Onlar yəni Əli radiyallahu anh'ın əskərlərindən ayrılıb gedib orada elə birləşmişdilər. Öz cəmaatını elə orada qurmuşdular həminki o yerdə. İmam Əhməd deyir ki: "Və min əsma'il xavaric" Xavaric dəstələrinin, firqələrin adlarından Əl-Haruriyyə və huwa ashab-ı Harura. Onlar da Haruranın sahibləridirlər. Və həmçinin Əl-Əzəriqə. Əzəriqə də deyirlər, həmçinin xavaricdən bir qolları var. Və hum ashab-ı Nafi' ibn Əzraq. Dediyimiz kimi hər bir firqə onun banisinin adını verilir. Nafi' ibn Əzraq xavariclərin o həmənki o Əzəriqə qolunu quran banisi idi. Ona da o həmənki onun arxasınca gedənlərə, təbiçilərinə Əl-Əzəriqə adı verildi. Və qavluhum əxbəsu əqavil. Onların deyir ki, dediyi sözlər çox murdar pis sözlərdir İslam barəsində. Və əb'aduhu minəl-İslam və sünnə. Onların sözləri həm İslamdan, həm də ki sünnədən uzaq olan sözlər deyiblər, istədiblər. Və həmçə Ən-Nəcdiyyə adı da var. Və hum ashabu Necd ibn Amil Haruri. Buna nisbət olunur bunlar. Və İbadiyyə, əvvəl demə, Abdullah ibn İbada nisbət olunur. Və həmçə Əs-Sufariyyə və hum ashabu Davud ibn Nu'man. Buna nisbət olunur. Həmçə Əl-Muhəlləbiyyə vəl-Harithiyyə vəl-Xaramiyyə kull həulə xavaric fussaqqa. Bunlar hamısı deyir ki, fasik, günahkar xavariclərdir. Muxalifinə lis-sünnə, xaricinə minəl-millə, əhlül bidə. Bidə əhlidir. Sünnəyə müxalif olub millətdən, İslam millətinin çıxmış rəzil bir kimsələrdir. Sonra İmam Əhməd deyir ki, Əl-Xavaric fəmərqu minəd-din. Onlar deyir ki, dindən çıxdılar. Fəmərqu minəd-din. Və fərəqul millə. Və əhl-i sünnə var cəmaə, İslam cəmaatının toplumundan deyir ki, özlərini xaric etdilər. Bəyənmədilər insanları. Və şəradu anil-İslam. Və şəzdu anil-cəmaə. Onlar vəsiflədir. Fəsallu alə səbilil hudə. Fədallu alə səbilil hudə. Onlar İslamdan uzaqlaşdılar. Cəmaətə müxalif oldular. Hidayət yolundan uzaqlaşdılar. Sultanı itaətdən boyun qaçırdılar. Və kim onların rəyini, onların sözünü demirsə, həmçinin onlardan da uzaqlaşdılar. Və səllu seyfə alə ümmə. Və müsəlman ümməti üçün qılıncları qaldırıb onlar üzrə yürüməyi halal gördülər. Və onların qanlarını, mallarını halal gördülər. Və adu men xalafahum illə men qal bi qavlim. Onların sözünü deməyən hər bir kimsəyə qarşı düşmənçilik etdilər. Və kana ala misli qavlihim və ra'ihim. Yəni kim onların sözü demirsə, onların olduğu rəydə deyilsə, onlara qarşı düşmənçilik etdilər. Bunlar xavariclərin vəsifləridir. Kim onların zəlalət evində qaldırsa, onlar onun dostu sayıldı. Və hum yeştemûne əshab Muhammedin sallallahu aleyhi və səlləm. Onlar Peyğəmbər sallallahu aleyhi və səlləm sahabələrini söyədilər. Və əshab, həmçin nəvələrini.
Və itəbərraun minhum. Və həmçinin onlardan bəraət qalır. Biz Peyğəmbər sallallahu aleyhi və səlləm sahabələrlə deyilik, onun nəvələrindən, yəni onun qohumlarından deyilikdə bəraət qazandırarlar özləri üçün. Və yermunahum bil kufr. Onlara qarşı deyək küfr atardılar. Küfr iftirası atardılar. Və yarawna xilafuhum fi şəra'il İslam. Onlara müxalif olmağı İslam şəriətindən sayardılar. Nə onlar qəbir azabına, nə Peyğəmbərimizə veriləcək hovuza, nə şəfaətə, nə bir kimsənin cəhənnəmdən çıxmasına iman gətirməzdi, inanmazdılar. Və deyərlər ki, kim bir yalan danışarsa, hər hansı bir yalan və yaxud hər hansı bir kiçik günah gətirərsə və yaxud ki, böyük günahla gələrdisə, tövbəsiz gedərdisə, o cəhənnəm odunda xalidən müxallədən, əbədiyyən cəhənnəm odundadır. Və həmçinin deyirlər ki, Əl-Bəkriyyə fil cənnə, Əl-Bəkriyyə fil cənnə, Vəl-Qirat və huvə qədəriyyə, Cəhmiyyəti, Murciyyəti və Rafidə. La yarawna cemaati illa xalfa imamihim. Yəni onlar cemaati yalnız öz cemaatindən, yəni bir kimsənin arxasında namaz qılmağı öz cemaatindən oldusa icazələ görərdilər. Əksini icazə görməzdilər. Onlar namazları vaxtından gecikdirərək qılmağı icazələ görərdilər. Onlar orucu ay görünməzdən əvvəl tutulmasını və həmçinin də orucun bağlanmasını, yəni Ramazan ayının çıxışını da ay görməzdən əvvəl qeyd edərlər. O da onlar həmçinin xavariclər sultandan vəlisiz nikahı icazəli görərdilər. Və mutanı öz dinlərindən görərdilər. Və yaram dirhəmə bi dirhəmən yedən biyedin. Onlar əl-ələ bir dirhəmə, iki dirhəmi icazəli görərlər. Əslən, bu qadağandır. Və la yaravna salati fil xifəv. Xoflarda namaz qılma icazəli görməzdilər. Və həmçində onlara məhs çəkmə icazəli görməzdilər. Və la yaravna sultan aleyhim ta'a. Və sultanlara itaati icazəli görməzdilər. Və həmçinin deyərlər ki, Qureyşə xilafət yoxdur. Qureyşin xilafətdə haqqı yoxdur. Yəni, onlara xilafət icazəli görməzdilər. Çünki Əli radiyallahu anh Qureyşdən idisə, onu xilafət icazəli görməzdilər. Və əşyə kəthirə. Bu, İmam Sadiqdən bu İmam Əhməd deyir. Bu və buna bənzər bir çox şeylər. Və o, əhl-i sünnə və cəmaə İslamın əslindən olaraqdan müxalif olurlar. Yəni, onların bu sadiqlarım elə zəlalət olaraqdan bəhs edərdir. Burada İmam Əhməd bizə bu xavariclərin vəsfini verdi. Ümumiyyətlə bizə bu oxuduğumuzda buna bir məna çıxır ki, yəni əgər qiblə əhlindəndirsə, yəni mənim bir günahına görə fərq etməz. Günahı istər böyük olsun, istər kiçik olsun. İstər açıqdan elə olsun, istər gizlidən elə olsun. Nə qədər ki, İslam dairəsində saxlayır, o kimsənin arxasında namaz qılmaq tərk olunmaz. Amma ki, müəyyən bir kimsənin etməsi, o yalnız o kimsələrin özünə xas olaraqdandır. Ola bilsin ki, bunu böyüklər edə bilər, alimlər edə bilər. Bu da onlara tədib baxımından, ədəbləndirmək baxımındandır. Hətta qıraqdakilər başqaları görsün ki, belə bir bidət sahiblərinin cənazə namazı tərk olunursa və bunu da tərk edən böyük alimdirsə, bu məsələ böyük məsələdir. Və ola bilsin ki, Allah nəsib edə hidayət olmasa səbəb ola bilər. Allah təala bizlərə eşitib faydalanmadan etsin. Və sallallahu ala nəbiyyinə Muhammed və alə alihi və sahbihi və səlləm.